Qeyd edək ki, sabiq icra başçısı Rauf Həbibov son vaxtlar bir neçə qalmaqallı məsələ ilə gündəmdədir. Lakin bu dəfə söhbət onun yeni əməllərindən gedir. Redaksiyamıza müraciət edən Quliyev Ruslan Əvəzoğlu bildirir ki, bir müddət əvvəl Rauf Həbibovun sifarişi ilə Buzovna Mərdəkan yolunda yerləşən fitness salonunun elektrik işlərini icra edib. Razılaşdırılmış işləri vaxtında və keyfiyyətli təhvil verməsinə baxmayaraq ona çatmalı olan 53.000 manat məbləğində ödəniş bu günə qədər həyata keçirilməyib. Ruslan Quliyevin sözlərinə görə Rauf Həbibovun ödəməni bilərəkdən gecikdirdiyi və müxtəlif bəhanələrlə məsuliyyətdən yayındığı bildirilir. İşi tam başa vurub təhvil verdim, amma aylar keçməsinə baxmayaraq pulu köçürmədilər. Zəng edib soruşanda isə Rauf müəllim dedi ki, güya işi keyfiyyətsiz görmüşəm və yenidən 30-40 min manat xərcləyib təmir ediblər. Mən soruşuram, hansı mütəxəssis gəlib baxıb? Niyə məni həmin yoxlamaya dəvət etməyiblər? Mənim icra etdiyim işin keyfiyyətsiz olduğunu sübut edən heç bir sənəd yoxdur. Şikayətçi əlavə edir ki, Rauf Həbibov vəkili vasitəsilə onu məhkəməyə verməklə hədələyib və güya görülən işlərdə zərər olduğunu iddia edir. Əksinə mən zərər çəkmişəm. Fəhlilərin materiallarının pulum mənim boynumda qalıb. O isə həmin 53.000 manatımı vermir. Həm də vəkil vasitəsilə məni məhkəməyə verməklə hədələyir. Ruslan Quliyevin iddiasına görə hazırda barəsində ittihamlar səsləndirilən keçmiş məmurla əlaqələrindən istifadə edən sabiq icra başçısı onun hədələməkdən belə çəkinməyib. Həmin şəxslərin kimliyi ilə bağlı növbəti yazımızda məlumat verəcəyik. Məlumata görə Rauf Həbibov həyat yoldaşı üçün inşa etdirdiyi SİPA mərkəzinin elektrik işlərində ümumilikdə 127.000 manat vəsait sərf edib. Həmin məbləğin 53.000 manatı isə Ruslan Quliyevə çatmalı olub. Milyonluq əmlaklar və cavabsız suallar. Şikayətçinin qeyd etdiyi ünvana Buzovna Mərdəkan yolundakı tikiliyə baş çəkdiyimizdə doğrudan da əhəmiyyətli ölçüdə əzəmətli bir bina ilə rastlaşdıq. Ölçüdə əzəmətli bir bina ilə rastlaşanda gördük ki, vaxtilə icra başçısı vəzifəsində çalışmış bir şəxsin dövlət qulluqçusu maaşı ilə bu cür böyük biznes mərkəzi və villalar inşa etməsi ciddi suallar doğurur. Araşdırma zamanı məlum oldu ki, SİPA mərkəzinin yaxınlığında Rauf Həbibova məxsus olduğu deyilən 5 villa da mövcuddur. Hər birinin 100 minlərlə manat dəyərində olduğu vizual olaraq da hiss olunur. Əlavə iddialar. Mənbələrin verdiyi məlumata görə Rauf Həbibovun təkcə Buzovnada deyil, paytaxtın mərkəzində də çoxlu sayda daşınmaz əmlakı mövcuddur. İddialara əsasən sabiq icra başçısının Port Baku yaşayış kompleksində 2 mənzili, İçəri şəhərdə yerləşən binada ümumi sahəsi 450 kvadrat metr olan 2 mənzili, həmin binaların altında yerləşən bir neçə obyekti, habelə bir neçə lüks avtomobili mövcuddur. Bu məlumatlar hazırda redaksiyamız tərəfindən yoxlanılır. Rəsmi gəlir və reallıqlar. Rauf Həbibovun oğlu hazırda Sokarda çalışır. Bu halda ailənin rəisinin rəsmi gəliri ilə milyonlarla manatlıq əmlak əldə etməsi bir çox sualları gündəmə gətirir. Beləliklə, əsas suallar budur. Sabiq icra başçısı Rauf Həbibov bu qədər bahalı əmlakları hansı gəlirlərlə əldə edib? Hazırda Rauf Həbibovun fəaliyyəti və ona qarşı səsləndirilən ittihamlarla bağlı araşdırmamız davam edir. Qarşı tərəfin Rauf Həbibovun mövqeyini dərc etməyə hazırıq.